Geç. Geç bazı geç. Hoş geldin sen. Ay, hoş Hayırlı olsun. Senin burada ne işin var? Ben sənə demədim evimə gəlmə. Mən yoruldum səni qovmaqdan. İstəmirəm də səni evimdə görmək, istəmirəm. Ay bacım, bu nə danışıqdır? Oh, qəribə adam sana. Ləman istəyib də mənim gəlməyim. Sən hardan bildin? Naz, deyinmə də. Bəs də seninki. Hardan bildin? Siz ikiniz də qızımın axırına çıxmazsınız, əl çəkməyəcəksiniz, hə? Cəmilə. Salmaz. Mən Ləmanı sənə göstərməyəcəm. Yeri çıx, get buradan. Ləmanın səninlə danışacaq heç bir sözü, söhbəti yoxdur. Cəmilə, elə danışırsan ki, elə bir Ləmanın bu vəziyyətə düşməyinin günahkarı mənəm. Yox, mənəm. Bəs kimdir sənsən də? Sən qoymuşsan da qızı o günə. Xala, gəlmisən? Ləman. Bəsdir bala. Qutar bu xalanın söhbəti. Xahiş eləyirəm. Eləmə belə. İcazə verin bizə. Olmaz Ləman, olmaz. Ana, bəsdir də. İcazə ver. Sən də. Necəsən? Toğrul necədir? Necə olacaq? Belə ruh kimi. Axşamda evə gec gəldi, üstə ayaq üstə dura bilmirdi. Nəsə halı hal deyil, ha. Dünən bir yerdə idik. O getdi, mən qaldım. Sonra da anam gəldi dalınca, amma xatırlamıram nə olduğunu. Ana? Sən demisən ona? Yox, ay qız, mən niyə deyirəm? Anan gəldi ora. Hay, küy, qırğın, müsibət. Elə bu yerdə Toğrul gəldi. Toğrul da dedi ki, Cəmilə xala qızın parkdadır. Get, qoyma orada tək qalsın. Görürsən, demək ki, hələ də sevir məni. Ürəyinə ata bilməyib. Bizimkisi elə belə bir sevgi deyil. Yəni, bu qədər rahatlıqla bitə bilməz. Nə bilim, vallahi.